Mən olub bilmirəm, amma heç yaxşı deyiləm. Sanki tükənmişəm. İnsan əslində özündən uzaqlaşanda özünü tükənmiş hiss edə bilir. Öz qəlbindən, ruhundan, əsl duyğularından uzaqlaşanda, həyatı canlı yaşamağı unudanda tükənir. Və bu hal-hazırda çox insanda baş verir. Çoxsumuz zamanımızın çoxsunu telefonla keçiririk. İstirahət vaxtlarımızı telefonla keçiririk. Ailəmizin içində onlara ayıracağımız zamanı telefonla keçiririk. Sanki heç bir şeyin ləzzəti əvvəlki kimi qalmayıb. Çünki insan olmaq duyğu yaşamaq, insan olmaq anı yaşamaqdır. Hətta fikir vermisinizsə, indi insanlar bir-biriyle görüşəndə belə stres ata bilmir. Dostlar bir araya gəlir, dincələ bilmir. Çünki hər kəs beyninin arxa hissəsində özü ilə birlikdə o xaosu gətirir o masaya və ona görə dincələ bilmirik, əylənə bilmirik. Hamımızın beyni yüklüdür. Bu uzun müddət davam edərsə insan özünü tükənmiş hiss edir. Canlı olduğunuz qədər yaşayırsınız. Tükənmiş hiss edirsinizsə, ölü duyğulardan xilas olmaq lazımdır.